Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verilişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. Gəlin əvvəlcə anonslarla tanış olaq. Dünyada və ölkəmizdə epizodik vəziyyət necədir? Qida Təhlükəsizliyi Agentliyi bölgələrdəki heyvan bazarlarında monitorinq keçirib. Hansı qidalar immun sistemini dəstəkləyir? Realda qida verilişində bugün çox aktual mövzunu müzakirə edəcəyik. Belə ki, yoluxucu xəstəliklərlə bağlı dünyada, eləcə də ölkəmizdə mövcud vəziyyət və bundan çıxış yollarından bəhs edəcəyik. Amma əvvəlcə gəlin ötən həftə qida sahəsində baş verən əsas xəbərlərlə tanış olaq. Biləsuvar rayonu Əliyaba kəndində yerləşən heyvan bazarında monitorinq həyata keçirilmişdir. Bazarın giriş hissəsində müvafiq dezabariyyələr quraşdırılmamışdır. Heyvan bazarının daxilində müvafiq bölmələr təşkil olunmalıdır, təşkil olunmamışdır. Belə ki, müvafiq yemlərin saxlanılması sahəsi təşkil olunmamışdır. Sağlam heyvanların xəstə heyvanlarla ayırd edilməsi üçün xüsusi izolyatorlar təşkil olunmamışdır. Heyvanların boşaldılması və yaxud da maşınlara yerləşdirilməsi üçün müvafiq rampalar təşkil olunmamışdır. Tərəfimizdən həmin nöqsanlarla bağlı sahibkara müvafiq öz göstərişimiz verilmişdir. Qeyd etmək istəyirəm ki, heyvan bazarlarında sağlamlaşdırma işləri görüldükdən sonra onların yenidən fəaliyyətə başlamasına baxılacaqdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ölkənin biotəhlükəsizlik statusunun daimi nəzarətə saxlanması məqsədi ilə xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir. İnstitutun tabeliyində heyvan sağlamlığı istiqamətində müayinələrin aparılması üçün 8 stasionar, 3 çadır və 1 maşın tipli 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalar fəaliyyət göstərir. Bu laboratoriyalar xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostikası üçün zəruri olan müasir maddi texniki baza ilə təchiz edilib. Laboratoriyalarda müayinələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatlarına uyğun olaraq peşəkar kadrlar tərəfindən beynəlxalq tələblərə cavab verən diaqnostik dəstlər vasitəsilə həyata keçirilir. Eyni zamanda əməkdaşlarımız səriştəliyini təmin etmək üçün bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təşkil etdiyi səriştəlik sınaqlarına qatılıb və uğurlu nəticələr əldə etmişlər. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun heyvan sağlamlığı istiqamətində fəaliyyət göstərən laboratoriyalarının hər biri Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyası, həmçinin Türkiyənin Türkak Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunmuşdur. Stasionar laboratoriyalarla yanaşı 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaların imkanlarından da epizotoloji monitorinqlər zamanı geniş istifadə olunur. Bu, xüsusi təhlükəli xəstəliklərin baş verdiyi hallarda hadisə yerində müayinələrin operativ aparılmasına, eləcə də qabaqlayıcı və nəzarət tədbirlərinin səmərəli həyata keçirilməsinə şərait yaradır. Heyvan Sağlamlığı Təşkilatının son dövrlərdə yaydığı rəsmi məlumata əsasən müxtəlif ölkələrdə heyvanlarda təhlükəli yoluxucu xəstəliklərin geniş yayılması müşahidə edilmişdir. Bu xəstəliklərin epizodik riski region ölkələrlə yanaşı Azərbaycan Respublikası üçün də əhəmiyyətli dərəcədə risk yaradır. Hal-hazırda bizim olduğumuz Tovuz rayonunda yerləşən heyvan satışı bazarında da gördüyünüz kimi mövcud vəziyyət heyvan bazarlarına dair baytarlıq sanitariya norma və qaydalarına uyğun təşkil edilməmişdir. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların satışı, yerləşdirilməsi, daşınması prosesləri infeksiyaların yayılmasına və ölkədə xəstəliyin artmasına səbəb olur. Bu məqsədlə epizodik sabitliyin qorunması üçün 25 oktyabr 2025-ci il tarixdən etibarən heyvan satışı bazarlarının fəaliyyəti mərhələli şəkildə məhdudlaşdırılacaqdır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, sahibkarlar öz heyvan satışı bazarlarının fəaliyyətini texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq təşkil etməklə bərpa edə bilərlər. Ölkə
üzrə heyvan kəsimi məntəqələrinin fəaliyyəti əvvəlki qaydada davam edir. Hazırda 120-dən çox müasir standartlara cavab verən və baytar mütəxəssislərin daimi nəzarəti təmin edilən heyvan kəsim məntəqələri fəaliyyət göstərir. Mövcud infrastruktur ölkənin ət və ət məhsullarına daxili tələbatını tam şəkildə qarşılayır. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Heyvan kəsildikdən sonra cəmdəyin baytarlıq sanitariya ekspertizası aparılır. Daha sonra ət müəyyən müddət soyudulmaq üçün saxlanılır. Nəticədə cəmdəyin üzərinə müvafiq möhür vurulur və müşahidə edici baytarlıq sənədləri ilə birlikdə istehlak obyektlərinə, ticarət şəbəkələrinə göndərilir. Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara yalnız kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrindən ət məhsulları almağı tövsiyə edir. Alış zamanı ətin üzərində rəsmi baytarlıq möhürünün olmasına diqqət yetirmək və satıcılardan müşahidə edici baytarlıq sənədlərinin təqdim edilməsini tələb etmək vacibdir. Hörmətli tamaşaçılar, Realda qida verilişinin bugünkü buraxılışında elə anonslardan da gördüyünüz kimi biz dünyada, eləcə də ölkəmizdə epizodik vəziyyət və bu vəziyyətdən çıxış yollarından əlbəttə ki danışırıq. Mövzunu studiyanın qonağı ilə müzakirə edəcəyik. Qonağım Qida Təhlükəsizliyi Agentliyinin Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib müəllim Əbdüləliyevdir. Salam edirəm sizi, xoş gördük. Qalib müəllim, gəlin ilk öncə bilək ki, ümumiyyətlə dünyada yoluxucu heyvan xəstəlikləri ilə bağlı mövcud durum nə yerdədir və bu çağırışlara biz nə dərəcədə hazırıq? Bildiyiniz kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından bir təşkilata üzv ölkə kimi hər gün bizə dünyadakı müxtəlif xüsusi təhlükəli heyvan xəstəlikləri barədə məlumatlar verilir. Və son dövrlərdə daxil olan məlumata görə görünür ki, dünyada epizodik vəziyyət heç də stabil deyil. Və bu qeyri-stabillik o cümlədən bizim regiona, yəni Cənubi Qafqaza da aiddir. Buna görə bu amil həm mövsüm amillərin təsirindən asılıdır. Çünki bizim qonşu ölkələrimizdə heyvanlar bizdə olduğu kimi daha çox ekstensiv şəraitdə saxlanmadan, yəni yay və qış otlaqlarına köçürülməklə təsərrüfatçılıq sistemi tətbiq olunur. Bu da heyvan hərəkətliliyinə, bir yerdən başqa yerə daşınmasına zərurət yaradır ki, bu halda da xəstə heyvandan sağlam heyvana bu və ya digər xəstəliyin keçməsi təhlükəsi yaranır. Əsasən bu istiqamətdə ölkəmizdə tədbirlər həyata keçirilir və heyvanların ölkədə daha çox bir yerə toplanaraq sonra satışın həyata keçirilməsi heyvan bazarlarında həyata keçirilirdi. Ona görə məcburiyyət qarşısında bazarların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və biz bu işə mərhələli şəkildə getdik. Belə ki, bazarların fəaliyyəti dayandırılana qədər həm araşdırmalar aparıldı ki, bazarlardakı ümumi biotəhlükəsizlik vəziyyəti necədir, tələblər necə təmin olunur. Həm də ki, həm əhalinin, həm bu bizneslə məşğul olan sahibkarların məlumatlandırılması istiqamətində iş aparıldı və vəziyyət göstərdi ki, heç də bazarlarda müəyyən infrastruktur, iş rejimi, nəzarət bu heç də tələblərə uyğun deyil. Əsas çatışmazlıqlar nədən ibarət? Əsasən çatışmazlıqlar ilkin olaraq bioloji təhlükəsizlik tərəflərinin gözlənilməsi. Yəni tələb bundan ibarətdir ki, bazara daxil olan nəqliyyat vasitələri mütləq dezabariyer dediyimiz bir dezinfeksiya nöqtəsindən keçməlidir ki, burada nəqliyyatın, avtomobilin təkərləri dezinfeksiya olunur. Zərurət yarandıqda onun bütün gövdəsini dezinfeksiya eləməyə ehtiyac var. Sonra göründü ki, satışa təqdim olunan heyvanlar kütləvi şəkildə bir yerə toplanılır. Bəzi hallarda nəqliyyat vasitələri toplanır və gələn heyvanlar elə nəqliyyat vasitəsinin yanında, yəni sırayla nəqliyyat vasitəsi dayananda da elə sırayla da heyvanlar durur ki, bu da təmas yaradır, hansı ki, müvafiq normativ texniki dokumentdə nəzərdə tutulub ki, ayrı yerlər formalaşdırılmalıdır ki, müxtəlif təsərrüfatlardan satışa gələn heyvanların biri-biri ilə təması yaranmasın. Yuma dezinfeksiya işlərinin aparılması, sonra tullantıların kənarlaşdırılması, bu məsələlərdə nöqsanlar aşkar olunub. Eyni zamanda bildiyiniz kimi ölkəmizdə heyvanların identifikasiyası və qeydiyyatı sistemi tətbiq olunur.
və bizim sahibkarlarımız, eyni zamanda ailə təsərrüfatları sahibləri tərəfindən bu işə bir yənəlik hiss olunur ki, bu da bu və ya digər heyvanın və ona aid xəstəliyin izlənməsində problemlər yaradır. Və bu amillər nəzərə alınıb, bazarın fəaliyyəti dayandırılıb müvəqqəti olaraq. Eyni zamanda xəbərdarlıq olunub ki, müvafiq tələblərə uyğun olaraq çatışmazlıqlar aradan qaldırdıqdan sonra təbii ki, bazarların fəaliyyəti bərpa olunacaq. Bu müddətlə bağlı konkret bir vaxt təyin olunubmu, yoxsa bu artıq bazar rəhbərlərinin özlərinin asılıdır? Hələlik bir şey deyə bilmərik, həm regiondakı epizootik vəziyyətdən asılı olaraq, həm də ki, orada görüləcək işlərdən asılı olaraq, amma bir mənalı şəkildə bazarlar müvafiq tələblərə uyğun qurulandan sonra onların fəaliyyətinə icazə veriləcək. Qalib müəllim, bəs ölkəyə diri heyvan idxalı ilə bağlı qoyulan bu qadağa hansı zərurətdən yarandı və bu, belə deyək də, diri heyvan idxalı ilə bağlı məsələlər digər ölkələrlə qarşılanacaqmı? Danışıqlar və s. aparılır? Yəni, bizim qonşu ölkələrlə, hansı ki, bizə heyvan ixrac eləyirlər, onlarla bizim mütəmadi işgüzar əlaqələrimiz var, müzakirələr aparılır. Nəzərdə tutulub ki, idxal olunan heyvanların laboratoriyada yoxlama intensivliyi 3 dəfə artırılıb, daha çox laborator müayinələr aparılacaq və kəsim üçün idxal olunan heyvanlar 72 saat müddətində bu kəsimə təqdim olunmalıdır. Bu bizim həm idxal dövründə, həm də idxal olunandan sonra qida təhlükəsizliyi informasiya sistemi vasitəsilə izləniləcək ki, vətəndaşlar əks halda məsuliyyət daşıyacaqlar ki, kəsim üçün gəlmiş heyvanlar mütləq 72 saat müddətinə kəsim müəssisələrində kəsimə təqdim olunmalıdırlar. Yəni, bir şey deyim ki, bizim bazarların bağlanması, eyni zamanda idxalda olan məhdudiyyətlər bu ətin tələbatının ödənilməməsi və yaxud heyvanın satışdan kənarlaşdırılması anlamına gəlməməlidir. Çünki heyvan bazarlarına heyvan təsərrüfatlarından gəlirdi və bizim vətəndaşlarımız, ailə təsərrüfatlarımız, fermer təsərrüfatları heyvanı satışın birbaşa öz təsərrüfatlarından apara bilərlər. Eyni zamanda kəsim müəssisələri də öz təchizatın birbaşa heyvandarlıq təsərrüfatlarından edə bilərlər. Onu da qeyd edeyim ki, hazırda ölkədə 120-dən çox heyvan kəsim müəssisəsi fəaliyyət göstərir və bu heyvan kəsim müəssisələrinin potensiali imkan verir ki, Respublikada istehlak olunan gündəlik tələbatı ödəsin, ətinin təchizat məsələsində. Vətəndaşlarımıza tövsiyəmiz ondan ibarətdir ki, ancaq heyvan kəsim müəssisələrində kəsilmiş ətdən istifadə eləsinlər. Bu, ona görədir ki, kəsim müəssisələrində mütləq Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri nəzarət aparırlar. Kəsim müəssisələri mütləq müvafiq bioloji təhlükəsizlik və texniki standart tələblərinə cavab verir, ona görə fəaliyyət göstərir. Bizim mütəxəssislərimiz kəsimdən qabaq heyvanı mütləq baytarlıq müayinəsindən keçirir. Hər hansı xəstəliyə aşkar və yaxud gizli formada şübhəli olan heyvan bir mənalı şəkildə kəsimdən kənarlaşdırılır, kəsiminə icazə verilmir. Eyni zamanda kəsimdən sonra da cəmdəyin baytarlıq sanitariya ekspertizası aparılır. Çünki bəzi hallarda elə xəstəlik törədicisi ola bilər ki, heyvan hələ kəsilməmiş, onu müəyyən eləmək mümkün olmasın. Bundan sonra müəyyən müddət müəssisədə həmin cəmdək saxlanılaraq soyudulma dövrü keçir ki, burada texnoloji baxımından buna ətin yetişməsi deyilən bir dövrdür. Və bu proseslər tam başa çatdıqdan sonra ətin üzərinə möhür vurulur ki, onun istehlaka yararlı olmasını sübut eləmək üçün. Və müəssisədən bu məhsullar, bu ət həm sərbəst satış şəbəkəsinə və yaxud ictimaiyyəşə müəssisələrinə daşınır ki, daşınma zamanında mütləq müşahidə edici baytarlıq sənədləri ilə təqdim olunmalıdır. Amma qanunla müəyyənləşdirilməmiş yerlərdə, yol kənarlarında, ağacların yanında bu kəsilmiş heyvanın ətinə xəstəlik nöqteyi nəzərindən heç bir qida təhlükəsizliyi tələblərinə cavab vermir və onun hər hansı təhlükəsizdir deyə bir rəy vermək mümkün deyil. Ona görə də tövsiyəmiz odur ki, vətəndaşlarımız üzərində möhrü olan, müvafiq baytarlıq daşıma sənədləri ilə təmin olunan
ətlərdən istifadə etsinlər, həm satış şəbəkəsində, həm ictimai yaşam müəssisələrində. Yəni ki, ictimai nəzarəti elə istehlakçılarımız özləri də yetirsə yaxşı olar, həm də bu dövlətin belə deyək göstərdiyi xidmətlərə, işə bir dəstək olmuş olar. Tamamilə düzgün vurğulayırsınız. Ən böyük nəzarətçi ictimaiyyətin özüdür. Əgər ictimaiyyət fərqində olsa ki, bu ət satılan yer təmizdirmi, təmizlənirmi, müəyyən tələblərə uyğundurmu? Sənədləri var. O ətin ticarətini aparan adam özü dövrü olaraq tibbi müayinədən keçirmi və təqdim olunan ətin üzərində möhür olmaqla yanaşı o deyək ki, ət kəsim mağazasına gətirilib çıxardanda müşahidə edici baytarı sənədlərinə təqdim olunub yoxsa yox. İctimaiyyət bunun əgər nəzarətini aparsa, sözsüz ki, bir qısa müddətdə mövcud olan problemlər də aradan qalxacaq və tam zəmanətli şəkildə biz əhalinin təsisatını həyata keçirə biləcəyik. Çox sağ olun Qalib müəllim. Təşəkkür edirəm. Gəldiniz studiyaya, suallarımızı cavablandınız. Siz sağ olun. Çox sağ olun. Hörmətli tamaşaçılar, Realda qida verilişində bugün mənim qonağım Qida Təhlükəsizliyi Agentliyinin Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdülləliyev idi. Biz dünyada, eləcə də ölkəmizdə yoluxucu heyvan xəstəlikləri və bununla bağlı mübarizə tədbirlərindən verilmiş qərarlardan danışırdıq. Qeyd etmək istəyirik ki, sözügedən məhdudiyyətlər heyvan kəsim məntəqələrinə aid edilmir. Belə ki, sahibkarlar tərəfindən heyvanları təsərrüfatlardan alaraq aparıb AQTA tərəfindən qeydiyyatdan keçmiş kəsimxanalarda kəsdikdən sonra satışını həyata keçirdə bilərlər. Bundan əlavə istehlakçılara da bildirmək istəyirəm ki, ət alarkən diqqətli olsunlar, mütləq qaydada üzərində möhrü olan və müvafiq sənədlə təqdim edilmiş ət almaları zəruridir. Hava dəyişikliyi ilə birlikdə immun sistemimizin əlavə dəstəyə ehtiyacı yaranır. Rasionunuza bəzi faydalı qidaları əlavə etməklə özünüzü xəstəliklərə qarşı daha güclü qoruya bilərsiniz. Məsələn, gilə meyvələr, istər təzə, istər qurudulmuş olsun, antioksidantlarla zəngindir, bədənimizi gümrah saxlayır. Balıq, xüsusilə omega-3 ilə zəngin balıqlar leykositlərin fəaliyyətini artıraraq infeksiyalara qarşı müdafiəni gücləndirir. Tünd yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, brokoli, gül kələmi, vitamin C və antioksidant mənbəyidir, hüceyrələrimizi qoruyur. Çərəzlər, badam, qoz, balqabaq tumu, maqnezium, fosfor, sink və seleniumla zəngindir, immuniteti balanslaşdırır. Ədviyyatlar, zəncəfil, sarımsaq, sarı kök, qədimdən xəstəliklərin qarşısını almaqda istifadə olunur, iltihabı azaldır. Sitrus meyvələrindən portağal, qreypfurt, limon ən güclü C vitamini qaynaqlarından biridir. Rəngli tərəvəzlər, kök, bibər və digərləri beta-karotin və C vitamini ilə zəngindir, immuniteti gücləndirir. Toyuq şorbası və sümük bulyonu iltihabı azaldır, bağırsaq divarını bərpa edir. Probiotik qidalar, qatıq, kefir, turşu qidalar, onlar bağırsaq mikroflorasını dəstəkləyir. Sağlam bağırsaq güclü immunitet deməkdir. Sağlam qalın və immunitetinizi təbii yollarla dəstəkləyin. Laboratoriyada məhsulun təhlükəsizliyi tam yoxlanılır. Pestisid, mikroorqanizm və digər risklər burada aşkar olunur. Bu mərhələ istehlakçı üçün ən vacibdir. Laborator analizlərdən aldığımız müsbət nəticələr sayəsində bir məhsulun sağlam və keyfiyyətli olduğuna əmin oluruq. Bölməyə daxil olan nümunələr İlkin olaraq homogenizasiya mərhələsindən keçirilməklə tam homogenləşdirilir. Təmizlənməsi ehtiyacı olan maddələrdən təmizlənərək yekunda cihaza təqdim olunur və cihazda nümunə tərkibində olan pestisid qalıqlarının miqdarı tamamilə təyin oluna bilir.
Bitkilərin və torpaq mikroorqanizmlərinin bakterial, virusoloji və göbələk xəstəliklərinin təyin olunması üçün müvafiq otaqda molekulyar bioloji üsullarla müayinələr həyata keçirilir. Nümunədə xəstəlik müşahidə olunan hissənin sərhədindən nümunə götürülərək turşuların ayrılması həyata keçirilir. Nümunə cihaza təqdim olunaraq molekulyar bioloji metodlarla həmin nümunənin tərkibindəki virus, göbələk və bakteriya xəstəliyinin olub-olmaması müəyyən olunur. Analiz nəticələri mütəxəssislər tərəfindən avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sisteminə daxil olunaraq müvafiq regional bölmələrə göndərilir. Regional bölmələrdən artıq növbəti mərhələdə sahibkarlara həmin analiz nəticələri təqdim olunur. Bununla da laboratoriyanın fəaliyyəti ətraf mühitin və insan sağlamlığının təmin olunmasına töhfə vermiş olur. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 17:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.